أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصرين ومعين وصلى الله على رسوله الأمين أما بعد رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي بحق فاطمة وأبيها وبعلها وبنيها والسر المستودع فيها Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil ferəcəhum. Allah bu mübarək cümə günün bütün bəşəriyyətə, məxsusən müsəlmanlara daha da mübarək qərar versin. Allah bizi cümənin həqiqətini dərk eləyənlərdən qərar versin. Məxsusən Allah bizi bu cümə günü bağışlananlardan qərar versin. Hər kimin nə hacəti var, hər kimin nə müşkülü var, hər kimin nə dərdi var. Allah hamısının dərdinə bu cümənin ehtiramına dərman eləsin. Bütün xəstəsi olanların xəstələrinə öz rəhmət əlləri ilə şəfa inayət eləsin. Əzizlərimizin yadındadırsa biz Həzrəti İmam Cəfər Sadiq əleyhissalamdan bir dənə bəhs açmışdıq, bir rivayət nəql eləmişdik. Onun birinci hissəsi bu idi ki, İnsafun nas min nəfsik. O birinci hissədə bir neçə cümə barəsində danışmışdıq ki, insanlarla insafla rəftar elə. Özdə bu hədisin əvvəli bu idi ki, əşəddül ə'mal səlasətun. Bu əməllərin ən şiddətlisi, ən məsuliyyətlisi 3 dənə məsələdir. Bu 3 əməldir. Onlardan biri insaflı olmaq idi. İkincisi isə bundan da məsuliyyətli bir məsələdir və İkinci məsələnin özü, indi deyəcəyim məsələ birincinin özündən asılıdır. Ki, amma yadınızdadırsa biz bu hədisi deyəndə demişdik ki, bəzi adamlar ki, buna riayət eləyə bilməsələr, çalışsınlar heç bu mövzuya qulaq asmasınlar. Ki, xüsusən bir dənə uxrəvi bir məsuliyyəti var. Yəni, axirət məsuliyyəti çoxdur. İnsan mütləq sual olunacaq bu barədə. Ki, o da bundan ibarətdir. İkinci və müvasatul əxi fil mal. Hər bir müsəlman qardaş və bacısı ilə malın hər nəyi varsa onu bərabər şəkildə bölə bilər. Ki, bu çox insafən deyərdim, İslamın məxsus bir neçə dənə əməli var ki, çox təkid olunub və çox ağır bir məsuliyyətli biri də bundan ibarətdir. Şimdi baxın, müvasatul əxi fil mal, malda o bərabərçiliyi qorumaqdan qabaq görsən, imam deyir ki, insafun nas, insanlarla insafla rəftar elə. Yəni, mənası bundan ibarətdir. Əgər insan insafsız olsa, heç nəyin cəmiyyəti arasında, qardaşları və bacıları arasında bölə bilməz. Eləyə bilməz o bərabərçiliyə, müvasata riayət eləyə. Gərək birinci insaf mərhələsində formalaşa, insan tərbiyə tapa, bundan sonraki bu məsələdə müvəffəq ola bilər və illa mümkün deyil insan insaf mövzusunda, insaf məsələsində özü, öz tərbiyəsin yetərincə ələ gətirə bilməyə, amma gələsən deyəsən bu, cəmiyyətlə öz arasında ədalətlə hər nəyi var bölür. İndi əlbəttə danışacağımız mövzuda təkcə burada söhbət maldan getmir. Burada hər şeyin bərabərçiliyindən gedir. Əlbəttə, ədalət çərçivəsində. Bir şey də zehnimizdən çıxmasın ki, elə hər nəyin var, sən tök küçələrə, at ortalığa, hər kəs nə istədi, bölsün, aparsın. Xeyr, belə bir qanun qoymayıb Allah. Allahın qoyduğu qanunlar hikmət əsasındadır. Əgər bir müvasat, əgər bir bərabərçilik, ədalət və hikmət əsasında olmasa, israf olar. Səhərdə Allah insanın israfçılığını hesaba çəkər, ədalətsizliyin hesaba çəkər. Bu müvasatın özü Allahın hikməti sayəsində, Allahın hikməti və ədalət sifatına gərək uyğun ola. Özdə o sifatı ki, Allah hikməti ilə insandan ədalətlə rəftar eləməyi tələb eləyir. Yoxsa hər nəyin var tök küçələrə, at ortalığa, qoy ortalıqda hər kim nə istəsə, belə məsələ yoxdur. Allah insandan bir xüsusi hikmət əsasında, bir ədalət çərçivəsində bölgü istəyir.
Ki birdən səhv anlaşdılar ki, elə hər kim hər nəyə malik oldu, onu dərhal cəmaatın arasında nə cür gəldi verməlidir. Xeyr, belə məsələ yoxdur. Bunlar da gərək bir ədalət çərçivəsində ola ki, inşallah deyəcəm. Amma məsələ bundan ibarətdir ki, yəni biz düşünməyək ki, tək söhbət burada maddi məsələlərdən gedir. Ki, indi bir dənə rivayət var. Həzrət Əmir əleyhissalamın Məhəmməd ibn Əbbəkirə yazdığı bir dənə vəsiyyətnamə deyim, nəsiyyətnamə deyim, yəni hansı cümlə ilə desək yeri var. O göstərişində və nəsiyyətində, o vəsiyyətində Həzrət Əmir əl-Müminin ondan tələbinə baxın, gör nəyin bölgüsünə diqqət eləməyi də vurğulayır o məsələnin içində. Amma məsələnin ümumisi budur ki, bizim hədisimiz buradan başlayır ki, və muvasatul əxi fil mal, möminlərin o 3 dənə ən şiddətli və məsuliyyətli əməlləri budur ki, malların neyniyələr? Cəmahatla, ədalətlə bölələr. Baxın, elə bunu mən təbərrükən qoy oxuyum. İnşallah bəhsimiz nə qədər getsə o məsələlərin bir hissəsini deyərik. Əleyhissalam Məhəmməd ibn Əbubəkirə bir dənə məktub yazır. Yazdığı naməsində, məktubunda deyir ki, Fəğfiz ləhum cənahək və alin ləhum canibək vəbsud ləhum vəcəhək. Ki, başlayır burada insanlarla birinci davranış qaydasını önə çəkir əleyhissalam. Deyir, Fəğfiz ləhum cənahək. Bilirsən, nəyi vurğulur? İlkin mərhələdə gör deyir, özdə bilirsiniz da, Misirin o hakimi idi da, Misirin böyüyü idi yəni. Misirin o valisi midir, Misirin o axsaqqalı mı? Misirin bütün məsuliyyəti ki, bunun boynundaydı. Birinci Əmir əl-Müminin buna deyir ki, Fəğfiz ləhum cənahək. İlkin növbədə cəmaata məhəbbət qanatlarını aç. Yəni birinci buradan başlayır ki, insanların sənə qarşı rəğbətindən, insanların sənə qarşı ehtiyacından onlara məhəbbət qanatlarını aç. Sənin ki, əlində böyük bir səlahiyyət var, eləyə bilərsən, sən o səlahiyyətdən sui-istifadə eləyəsən, nə badə eləyəsən. Deyir birinci, Fəğfiz ləhum cənahək və alin ləhum canibək vəbsud ləhum vəcəhək. Birinci növbədə onlara məhəbbət qanatlarını aç. Yəni, onlara məhəbbətlə davran, sevgi ilə onlarla davran. İkinci, yumşaqlıq və o mülayim bir formada onlarla rəftar elə. Üçüncü budur ki, çöhrəni onlara gülərüz elə. 3 dənə məsələ, üçü də insanların, o tərəf müqabillərinin, səndən asılı məxsusən olan insanların könlün xoş eləyən şeylər. Gülərüz ol, mülayim ol, onlarla məhəbbətlə və sevgi ilə davran. Bu ilkin mərhələdir. İlkin mərhələ. Ki, insanların ilkin baxışda səndən aldığı müsbət enerji, səndən aldığı müsbət o həmən Allah istəyən bir razılıq səbəbdir ki, cəmaatın özünə bir dənə ədalətli və insaflı olmağın tərbiyəsini bəxş eləmişsən. Ki, görürsən, adam var, məsələn, sən bir dənə işin ondan keçir, qapısını döyüb otağına keçərsən, elə bir formada üz göstərər sənə, elə bir formada rəftar eləyər, elə bir formada, sərt formada davranar, ikinci səfə birdən ehtiyacı, bəzən adamlar olur, ehtiyacı olsa da o qapını birdən döymür. Buna xatir ki, deyir, bunun heç görürsən bir insani keyfiyyətdən xəbəri yoxdur. Bəzən o bizdə deyirlər, heç filankəsin adamlıqdan xəbəri yoxdur. Olur da belə adamlar. Əmir əl-Müminin Muhammed ibn Əbbəkirə yazır ki, birinci cəmaatla gülərüz ol, məhəbbətlə davran, onlarla mülayim ol, xoş rəftar elə. Çünki onların sənə ehtiyacı var. Bu qədər ilkin mərhələdə qapını döyənlərin könlünün neynə? Xoş elə. Bu birinci məsələ. Baxın, o qapı döyənlərin könlünün xoş elə, məsumlar bir çox rivayətlərdə, deyərəm, nəsiyyətlərinin ən çox yerin alan mövzulardan biri bu mövzudur. Cəmaatla, xüsusən sizə ehtiyacı olan cəmaatla xoş rəftar eləyin. Heç kimi sizin qapınızdan əliboş və naümid geri qaytarmayın. O İmam Həsənin qapısını bir nəfər döymüşdü. Özünün verəcəyi bir şey olmasa da onu elə bir dənə vasitə ilə bir qapıya yönəltdi ki, o əliboş oradan qayıtmasın. Ki, baxın, yəni özlərində olmadığı təqdirdə heç vaxt heç kəsi qapısından naümid qaytarmayıblar. Heç vaxt heç kimi qapısından o könlün sındıran halda qaytarmayıblar. Ha? İmam Baqir əleyhissalamdan da var rivayət, İmam Səccad əleyhissalamdan da var. İnşallah zaman olduqca mən onları deyəcəm. Əmir əl-Müminin ilkin nəsiyyəti bundan ibarət idi.
Ki, baxın bu mühüm məsələ nədir ya? Bayaq dedik ki, və muvasatul əxi fil mal, mal bölgüsündə ədalətli olar. Gör nəyin bölgüsünü Əmirəl-Möminin nəsihət eləyir naməsində. Və asib beynəhum fil ləhzəti və nəzrəti, hətta la yetmə'əl uzəmai fi heyfikə ləhum və la yeyəsiz zuəfəu və la yeyəsiz zuəfəu min ədlik aleyhim. Ki, çox mühüm bir məsələ bundan ibarətdir. Deyir, cəmaatla danışanda baxışlarını onların arasında bərabər böl. Elə ki, cəmaata baxırsan, söhbət eləyəcəksən, cəmaatla danışacaqsan, onlarla baxışlarında belə neynə? Ədalətlə bölgü elə. Deyir, o məclisdə birdən böyüklər olar, yaşlılar olar. Məsələn, qəbilə ağsaqqalları, qəbilə başçıları olar. Onlara o qədər çox baxmayasan ki, o qüdrətlilər, imkanlılar, elə düşünməyələr ki, elə məsələ sənin o belə deyim, o bicəhət, onlara himayətin, onları tamahlandırmaya. Eyni halda da zəiflər məyus olmaya sənin bu əməlindən. Həzrət Peyğəmbər zamanında bəzi adamlar cəm olmuşlar Peyğəmbərin yanında. Cəmaatla bəzən bilsən necə davranmağa rəftar edirdilər, necə davranmağa addım atırdılar. Sanki bunlardan başqa Peyğəmbərin nəzərində əzəmətli adam yoxdur. Bir dənə ayə-i şərifədə Allah mütəal ayə göndərdi Peyğəmbərə, de ki o ərəblərə, siz Peyğəmbərin yanından ayrı dursaz, siz Peyğəmbəri tək qoysaz, sizin yerinizdə sizdən də layiqlilər oturacaq ki, ayə nazil oldu Səlman-ı Farsının barəsində, Peyğəmbərin o əzəmətli səhabəsinin barəsində. Ki, həqiqətən də o Səlman heç bir ərəbin görmədiyi işi gördü Peyğəmbər üçün. Heç bir ərəbin çata bilmədiyi məqama Həzrəti Səlman çatdı. Ki, bəzən insan düşünməsin. Həzrət Əmirəl-Möminin deyir ki, və asib beynəhum fil ləhzəti və nəzrəti hətta la yetmə'əl uzəmai fi heyfikə ləhum və la yeyəsəz zuəfəu min ədlikə aleyhim. Deyir, o baxışlarını cəmaata ədalətlə böl. Oranın böyükləri sənin bu əməlindən tamahlanmasınlar. Zəiflər də naümid olmasınlar, ədalətindən məyus olmasınlar. Yəni, düşünməsinlər də, bunlardan başqa heç kim yoxdur. Yadınıza düşürsə, biz o hansısa cümələrin birində ya verilişlərin birində bu məsələni danışmışdıq. Bir qrupun o Nəcvə ayəsi niyə nazil oldu? Gəlirdilər Peyğəmbərin qulağına söz deyirdilər. Özlərini elə görsədirdilər ki, bir qrup o fəqir füqəra, o zəif insanlar sanki düşünsün ki, Peyğəmbərin bunlara olan rəğbəti və məhəbbəti o zəiflərə və miskinlərə, fəqirlərə yoxdur. Ayə nazil oldu, bunların da hesabın qarşısına qoydu, bunların da işinin qarşısına bir səddi çəkdi. İstədi deyə ki, bunlar kimlərdilər? Bu iş Allah üçün bəyənilən iş deyil. Yəni, Peyğəmbər bu işi görə bilməz. Allah istədi deyə siz bu işi ki, Peyğəmbərə rəva görürsünüz, səhv edirsiniz. Bu iş bir dənə fitnə və fəsadın köküdür. Bu iş bəşəriyyətə nümunə olan şəxsiyyətə yaraşmayan işdir. Siz bunu cəmaata bu cür tanıtdırırsınız. Həmən o münafiqlər idi bir qruplar. Nifaq əhli idilər bunlar. Həzrət Əmirəl-Möminin deyir, elə o cəmaatla danışanda baxışlarına riayət elə. Nə badə orada böyüklər tamahlana və zəiflər də səndən ədalətindən məyus ola. Görün, nə qədər mühüm bir məsələdir. Görün, nə qədər məsumlar bu məsələyə diqqət eləyiblər. Vaxtında o iki cəmaatın səndən bir ehtiyacı var, onu vaxtında yerinə yetir. O iki cəmaatın səndən bir təmənnası var, onu vaxtında yerinə yetir. Görürsən, cəmiyyət bəzən elə düşünür ki, haçansa hər hansı bir yaxşı işi görəcək. İmam Sadiq əleyhissalam deyir, bir yaxşı işin fikrinə düşdünsə, çalış onu qoyma, təxirə düşə. Biraz zaman keçsə mütləq şəkildə o əməl səndən mümkündür əbədən səlb ola, mümkündür əbədən əlindən çıxa, bir də o işə müvəffəq ola bilməyəsən. Hətta İmam Sadiq ağadan bir dənə hədis var. Deyir, o ki Allah sənin yaxşılığı sənin qəlbinə salıb, bil Allahın sənin qəlbinə bir xüsusi nəzəri var. Allah bir rəhmət baxışı ilə sənə baxıb. İnsan sənə xüsusi diqqət eləyib Allah. Xüsusi qapı açıb sənə. İstəyir bu işlə hər hansı bir Allahın o doğrudan xüsusi rəhmətinə şamil olasan. Deyir, düşünüb qalmayasan ha burada. Çalışasan o yaxşılıq fikrinə düşdüsə dərhal o yaxşılığı neynəyəsən, yerinə yetirəsən. Amma heç bir təmənna olmadan ha, İmam Baqir ağanın yanına bir nəfər gəlmişdi. Çox sevinir. Üzr istəyirəm İmam Rıza əleyhissalamın. Çox sevinirdi, şadlanırdı. İmam baxdı ki, bunun şadlığı o bizdə deyirlər, üz gözündən sevinç yağır. Şadlıq bunun o çöhrəsindən tökülür.
İmam Rıza ağa dedi ki, filan, niyə bu qədər sevinclisən? Bu nə gülər üzlük, bu nə təbəssüm? Heç elə bir bizdə deyərlər o sevincindən filan kəs dərisinə sanki sığmırdı. Dedi ki, ağa, necə mən şad olmayım? Əcdadın deməyib ki, ya, babaların deməyibmi, atan deməyibmi ki, əgər bir möminə yaxşılıq eləsən, bu yaxşılıqda insan nə qədər şad olar, bu yaxşılıq Allaha nə qədər razı salır. Mən müvəffəq olmuşam, bir dənə yaxşılıq eləmişəm. Bir möminin qəm qüssəsini aradan aparmışam. Bir möminə xeyrim dəyib. İmam dedi ki, bəli, and olsun canım əlində olan Allaha, həqqin var sevinməyə. Ki, sən bir nəfərə yaxşılıq eləmişsən, amma çalış bunu zay eləməyəsən, ha? Çalış ki, bunu əldən aparmayasan. Dedi ki, İmam Rıza Aleyhisselam'a dedi ki, ya ibn Resulillah, mən nə iş görərəm ki, bunu mən aradan apararam. Bir halda ki, mən sizin xalis dostlarınızdan, xalis şiyyələrinizdanam. Yəni, xalis davamçılarınızdanam. İmam dedi ki, bəli, bu gördüyün işi elə indi dərhal aradan apardın. İmam Rıza'ya buyurdu ki, ya ibn Resulillah, mən nə iş gördüm ki, onu aradan apardım. İmam dedi ki, bəyəm Allah Müteal Bəqərə surəsinin 264-cü ayəsində, səhv eləmirəmsə, 264 olmalıdır. O ayədə demir ki, ya əyyuhəl-ləzina amenu la tubtilu sədaqatikum bil-mənni vəl-əza. Allah Müteal demir ki, ey möminlər, ey Allaha iman gətirənlər, sədəqələrinizi minnət və əziyyətlə batil eləməyin. Dedi, ağa, mən nə iş görmüşəm ki, sədəqəmi batil eləyəm? Hansı işi görmüşəm? İmam dedi ki, Allah Müteal ayədə iki şey deyir. Biri minnət vurmaq, biri əziyyət eləmək. Dedi, ağa, mən nə minnət vurmuşam, nə əziyyət eləmişəm. İmam dedi, sənin sədəqən böyükdür, ya möminə əziyyət eləmək, bir nəfərə sədəqə vermirsən, o işin əzəməti Allah yanında böyükdür, ya bizi və mələikəni əziyyət eləmək, əziyyətə salmaq. Dedi, ağa, əlbəttə ki, sizi əziyyətə salmaq günahdır, mələikəni incitmək olmaz. Mənim sədəqəm bundan əfsəl iş ola bilməz ki, mən bir sədəqə vermişəm, sizi də incidəm, Allahın mələklərini narahat eləyəm, yəni Allahı narahat eləyəm, mənim sədəqəm bunu aradan apara. Xeyr, belə ola bilməz. İmam dedi, sən bax bu cümlənlə mənə əziyyət elədin, bizə əziyyət elədin. Dedin, ağa, mən sənin xalis şiyyələrindənəm. Sən bəyəm Ali Fironun möminlərindənsən, bəyəm sən Səlman-ı Farsisən, bəyəm sən Əbazərsən, bəyəm sən Miqdadsan, sən niyə gətirdin özünü bunlara tay qoydun? Bilmirsən bu söz bizi incidər? Deyir, çox peşman oldu. Dedi ki, ağa, əstəğfirullah Rabbi və ətubu iləyh. Mən nə deyim? Dedi, de ki, ağa, mən sənin dostlarındanam. Ağa, mən sənin düşmənlərinlə düşmənəm. Ağa, mən sənin dostlarınla, dost olanla yaxınlıq və dostluq edirəm. Bu sözü de, demə sənin xalis şiyyələrindənəm. Bizim xalis şiyyələr Səlman olub, Miqdad olub, Əbazər olub. Ali Fironun möminləri olub. Niyə özünü buna tay tutdun? Bu sözün ki, bizə əziyyət elədi, o sədaqatını neynədin? Zay elədin. Baxın, biz bəzən elədiyimiz yaxşılıqları mümkündür bir kəlmədə aradan aparaq. Məsumlar deyiblər, buna diqqət eləyin. İnsanlarla davranışda buna diqqət eləyin. Əgər sənin sədəqən kiminsə əziyyətinə səbəb olacaqsa, heç kaş eləməyəydin. İmam Əli əleyhissalamdan var və digər məsumlar əleyhissalamdan var. Deyir, minnətlə qoyulan sədəqə və xeyrin, ehsanatın günahı hər hansı bir elədiyin günahdan daha çoxdur. Bir sədəqə və bir ehsanat ki, minnətlə qoyulacaq, onu tərk eləmək ondan daha fəzilətlidir. Eləməyəsən ki, bu cür gəlib birinə bir sədəqə verəsən, onu 50 məclisdə faş eləyəsən. Birinə bir ehsanat eləyəsən, onu sahibindən həmişə istəyəsən ki, sən məclisə girəndə hamıdan qabaq o sənə salam verə, ayağına dura. Bu cür adamlar var, birinə bir yaxşılıq eləyir. Bilsən necə gözləyir? Sanki bundan sonra bir ömür onun qulu olmalıdır. Ki, məsumlar deyiblər ki, bu şeydən çalışın, amanda qalın. Əleyhissalam Məhəmməd ibn Əbbəkirə yazır ki, çalış baxışlarını belə cəmaatla, ədalətlə böl. Bizim mövzumuz buydu ki, və müvasatul əxi fil mal. İmam Sadiq ağa dedi ki, malını mömin qardaşlarınla, mömin bacılarınla, müsəlmanlarla, ədalətlə, o bərabərçiliyə riayət elə, o cür bölgü apara bil. Ki, bu özü bir dənə bizim üçün məsuliyyətdir, həm bizim üçün, həm eşidənlər üçün. Allah lütf eləsin. Biz, Allahın bu bizim boynumuza qoyduğu böyük həklərdən üzü ağ çıxa bilək. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.